Bir müəllimə 40 il ərzində 5-6 yaşlı uşaqları müşahidə edir. Davamlı olaraq, yəni hal-hazırda uşaqların 50 yaşa yaxındır və müəllim onlarla əlaqədə. Bununla gözəl bir nəticəyə gəlir. Uşağın gələcəyini nə qiymətlər, nə də sözə qulaq asması müəyyən edir. Uşağın gələcəyini müəyyən edən 5 keyfiyyət. Dostluq bacarığı. Uşaqlıqda həqiqi dostluğu quranlar ailədə daha xoşbəxt olurlar. Komandanı çox yaxşı yığmağa bacarırlar. İş həyatında uğurlu olurlar. Bununla da sosial zəka bilikdən çox üstündür. Öz-özünə məşğul ola bilməsi. Yəni bir uşaq ki, davamlı, saatlarla demirəm, amma davamlı bir işlə məşğuldursa, ona fokuslanırsa, öz başına neynəsə məşğuldursa, gələcəkdə müəllif, rəssam ya da sahibkar olurlar. Bununla da müstəqil fəaliyyət yaradıcılığın əsasını qoyur. Hətaya münasibət. Gələcək liderlər adətən soruşurlar. Niyə alınmadı? Bu sualı böyüklərə və özünə tez verirlər. Bir neçə dəfə cəhd edirlər və səhvini anlamağa çalışırlar. Səhv onlar üçün uğursuzluq deyil, bir tapşırıq kimidir. Həqiqi maraq və suallar. Ən uğurları qəribə suallar verirlər uşaqlıqda. Təcrübələri çox olub. Hər şeyə toxunmaq, hər şeyə əl vurmaq uşaqlıqda xoşlayırdılar. Bununla da hazır cavab yox, sual vermək zəkanı inkişaflandırır. Qaydalara münasibət. Uğurlu böyüklər kör-körana itaət etmirlər. Nə də hər şeyə qarşı çıxan deyirlər. Onlar qaydanın mənasını axtarıb tapırlar və alternativ təkliflər də edə bilirlər. Onlar düşünməyə bacarırlar, tabe olmağa yox. Siz də soruşa bilərsiniz. Bəs sakit, ədəbli, sözə baxan uşaqlar, bəs məktəbdə əlaçı olanlar hesab olunur ki, riskli qrupda çox tərbiyəli uşaqlar olur adətən. Niyə? Səhvdən qorxurlar, mübahisədən qaçırlar, sual vermirlər, hər şeyi düz edirlər. Niyə risk qrupu soruşarsınız? Bu uşaqlar daha rahat idarə olunandılar və adətən özlərinə güvənməyənlər. Yenə də valideyn neynəsin? Uşağınızı icraçı kimi yox, düşüncəsi olan bir insan kimi böyüdün. Qutarmayan suallara icazə verin, səhvlərə icazə verin. Heç bir problemi, məsələni onun əvəzinə etməyin, özü bacarırsa. Qaydaları izah edin və birlikdə müzakirə edin. Maraq və araşdırmaq istəyini hər zaman qarşılayın. Səhvlər təcrübədir, suallar zəkadır, uğurluq təcrübələrin sayıdır. Düzdür, Maria Montessori bunların hamısını 100 il bundan qabaq deyib. Ona görə sizin marağınız varsa, gəlin bizim Montessori mərkəzimizə, bizlə tanış olun və bunların hamısını siz bizdə görəcəksiniz. Bizim hamımıza böyük uğurlar.